Turnirin ən uzun müddət çalışan məşqçisi, 2008-ci ildə baş məşqçi postuna gələn Qurban Qurbanov həyatının 1/3 hissəsindən çoxunu bu klubda keçirib. Ümumiyyətcə, mənim karyeramda 3 dönəm oldu. Hansı bir futbolçu dönəmi, məşqçilik dönəmi, ümumən, hansı ki mən onu istəyirdim və bir də sırf Qarabağ. Qarabağda baş məşqçi olmaq məni tam fərqli bir insan etdi, tam fərqli bir məşqçi deyərdim ki, etdi. Ümumən, sanki bu iş elə bir işdir ki, baş məşqçi olmaq, çünki bu bir ailə tapşırığıdır sanki. Burada bir ailənin başçısı əgər mən oluramsa, mənim məsuliyyətim həddindən artıq artır və əl-xüsus da Qarabağ kimi komandada çalışıram ki, daha ehtiyatlı olum bu komandada, daha da məsuliyyətli olum, daha da ciddi olum. Qurbanovun rəhbərliyi altında keçirilən 11 Avrokubok mövsümündə Qarabağ üçün maksimal mərhələ heç vaxt dəyişməyib. Komanda qrup və ya liqa mərhələsində çıxış edib. İndi isə tarix əlçatan məsafədədir. Bu klubun keçmişdə üzləşdiyi çətin dövrlərlə kəskin bir ziddiyyət təşkil edir. Stabillik çox önəmli idi və əl-xüsusda son vaxtlar hansı ki bizim ən belə deyək vacib dönəmimizdə çox klublar belə deyək biraz inflyasiya uğradı. Yəni bunu qoruyub saxlamaq, Qarabağı qoruyub saxlamaq çox buna məsuliyyət tələb eləyirdi. Və get-gedə futbol həddindən artıq sürətlə inkişaf eləyir və hər ildən ilə də biz ümumi böyük futbolun nə olduğunu görmüşük. 8-ci turda Qarabağı Avropanın ən möhtəşəm arenalarından birində Liverpool gözləyir. Tərkibində 13 millətin nümayəndəsi olan Qarabağ indiyədək heç vaxt çatmadığı bir mərhələ uğrunda mübarizə aparır. 18 ildən sonra qazanılacaq bir qələbə Qurban Qurbanov üçün yeni bir mərhələnin qapısını aça bilər. Bunu qəbul etmələrinə çalışırıq ki, bu ilə razılaşmasınlar ki, biz bugün uğur əldə elədik və bu bizim üçün yetərlidir. Hər bir insanın öz qarşısına qoyduğu məqsəd olmalıdır, öz prinsipləri olmalıdır həyatda ki, əl-xüsus idmançıların ki, hər il mən daha bir addım irəli getməliyəm və özümdən daha güclüsünə qalib gəlməyi düşünməliyəm və bunu bacarmalıyam. Hər bir halda yəni biz böyük bir kluba qarşı oynayırıq və böyük futbolu canlı futbolçularım görəcək və inanıram ki, futbolçular maksimum öz ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar və sona kimi mübarizə aparmaqdan çəkinməyəcəklər.